onların evlərinin qapıları açılırdı. Allah Taala buyurdu ki, kimin qapısı məscidə açılırsa, qapıları bağlasın. Həmin qapılardan biri Peyğəmbərimizin əmisi Həmzənin qapısı idi. Həmin qapılardan biri Peyğəmbərin əmisi Həmzənin qapısı idi. Peyğəmbər bu xəbəri verdiyi zaman cəmaət içərisində narazılıq yaranır. Deyirlər ki, başa düşdük Peyğəmbərin qapısı açıq qalır məscidə. Bəs Əlinin qapısı nə üçün açıq qalır? Başladı cəmaət içərisində bu cür narazılıq yaranmağa. Həzrəti Peyğəmbər buyurdu ki, hamı gəlsin məscidə. Hamı gəlsin məscidə, çünki o dövrdə bütün əsas məsələlər məsciddə həll olunurdu. Peyğəmbərimiz buyurdu ki, ay cəmaət, ay müsəlmanlar, bu həmin əmri mən verməmişəm. Bunu Allah Taala buyurub ki, mənlə Əlinin qapısından başqa bütün qapılar, məscidə açılan qapılar bağlı qalsın.